Amerikanın reallığında belə şeyler var. Bunu bilmenizi istəyirəm. Aldadılma var. Maşını servisə aparmışdım. Arxa diferensialı dəyişmişdilər. Güya motor paduşkasını dəyişmişdilər. Mən buna görə həmişə ehtiyatlı davranıram. Çünki nəzərə alsaq ki, Azərbaycandanam və hilə gəlmək mövzusunda oyağıq da. Bilirik ki, bizə hilə gələ bilərlər. Amerikada da hilə gəlirlər, hər yerdə hilə gəlirlər. Maşın naklatkasını dəyişməyə gəldim. Mənim öz ustama, Yaşar ustanın yanına gəldim. Maşını yamaya qaldırdım. Gördüm ki, həmin arxa diferensialın üstündən yağ axır. Bu təzə yağdır və bu da məndə o fikri yaratdı ki, sadəcə yağ dəyişiblər. Çünki yağ dəyişib salnik qoyan kimi buraxsınlar. Mən maşını servisə verdim. Saat 11-də mənə zəng vurdular. Dedilər ki, məsələn, sənin dediyin problemləri həqiqətən tapmışıq. Bu problemləri saat 4-ə qədər həll edəcəyik. Mən də demək yaxşı. Amma bu tez həll eləmək, motor paduşkası ilə arxa diferensial salnikin tez dəyişmək biraz real deyildir mənim düşüncəmdə servisdə. Çünki servisin işçilərini orada hər dəfə görürəm. O görüntü mənə onu göstərir ki, tənbəl adamlardır. Yəni bunlar tez işləyə bilməzlər. Mən də video çəkdim ki, bəs yağ dəyişiblər, aldadıblar, burada salnik dəyişməyiblər və bu videonu atdım. Servisdə göstərib bunu. Servisdə menecer deyib ki, dərhal gətirsin maşını. Gedirəm ora, aparım servisə, görüm sonra nə deyəcəklər. Amerikanın reallığında belə şeylər var. Aldadılma var. Bu düşünmürəm təkcə Amerikada var. Bu bütün ölkələrdə var. Sadəcə başqa ölkələrdə daha utanmazcasına ola bilər. Amerikada mədəni formada orada necə danışırdılar da belə bağışlayın belə bilmədiyi zat belə inciməyəsən də belə şirin-şirin səndən üzr istəyirlər. Məsələni həll elədilər, bir kitab söz yazdılar. Pulunu ödəmişəm qardaş, düzəldəcək. Düzəltməsə özünə problem düzəldəcək, ona görə düzəldəcək. Bunu sizə məlumat xarakterli çəkdim ki, biləsiniz. Yəni belə şeylər də olur. İndi onlar dedi ki, zavod xətasıdır, ehtiyat hissəsinin xətasıdır. Orada məsələ nədir? Diferensialın arxa təkərlərə gedən aksellər ki var. Aksel deyirlər, onun Azərbaycan sözünün adı yadımdan çıxdı. Həmin o aksellər ki gəlir, diferensiala girir. Onların boynunda salniklər olur. Yəni ona salniki dəyişib qoyursan ora, sürürsən özün yoxlayırsan, buraxmırsa buraxmır. Ha yox deyir o defekt olub, nə bilim nə olub. Bu mənim problemimdir də, bu sənin problemindir. Mən buna görə pul ödəmişəm və sən bunu sağlam mal qoymalısan ora. Yəni burada servisdə belə bir şey var. Servis götürür, ucuz mallar qoyur ora. Onsuz da bir şey olanda bura gələcəksən də düzəltməyə. Servisdə garantiyan var deyə gəlib burada düzəldəcəksən.